Salam, güvən test toplusundan 30-cu bölməyə çatdıq. Deməli, natrium və kalium. Birinci sualdan başlayaq. Qələvi metalların iyonlaşma enerjisinin 10 sıra nömrəsinə asıllıq qrafiki. Qələvi metallar yuxarıdan aşağıya doğru məsələn sıralasaq, birinci ayarım qrupunda getdikcə radius artır. Radiusla da iyonlaşma enerjisi həmişə tərsdir. Radius artır, iyonlaşma enerjisi azalır. Sıra nömrəsi artdıqca iyonlaşma enerjisi azalır. Uyğun cavab B variantı olacaq. İkinci sualda hansı reaksiyadan natrium alınır? Natrium klorun suda məhlulun elektrolizindən, məhlulda elektrolizdən aktiv metallar alınmır. Ona görə birdən alınmayacaq. Ərintinin elektrolizidir. Burada görə su yoxdur. Buradan bəli natrium almaq olar. Natrium hidroksidin də ərintisinin elektrolizindən alar. Yəni ərintidə elektrolizlərdən alınır. Uyğun cavab Y variantı. Qələvi metallar üçün hansı ifadə doğru deyil? Güclü reduksiya edicidirlər, bu doğrudur. Asan əriyirlər, bəli. Adi şəraitdə oksigenlə reaksiya daxil olurlar, doğru. Elektriki keçirdirlər, bəli. Suda məhlulda və yaxud da ərintidə, bəli, elektrik cərəyanını keçirdirlər. Bütün duzları qızdıranda parçalanır. Məsələn, natrium karbonat parçalanmır, elementə natrium sülfat parçalanmır. Ona görə də bu doğru deyil, yəni. Y variantı yanlışdır. Keçdi. Litium və kalium metalları üçün ümumi olan nədir? Karbonat duzlarının suda həll olması litium karbonat çöküntüdür. Sonra nitratlarının parçalanma məhsulları litiumda oksid NO2 və oksigen verir. Kaliumda isə nitrit duzu və oksigen verir. Yəni bu da eyni deyil. Su ilə reaksiya məhsullarından biri qələvidir olduğuna görə deməli su ilə reaksiya məhsullarından biri. Litiumun ikisində də qələvi və hidrogen ayırmalıdır. Yəni ki, C variantını doğru götürmək olar. 5-ci sualda deyir, hansı metalın 1 molu artıq miqdarda götürülmüş xlorid duzla reaksiya daxilində 1 mol hidrogen əmələ gətirir. 1 molundan 1 mol hidrogendirsə, deməli, burada metalın valentliyin yarısı qədərdir də aktiv metal olmalıdır və 2 valentli. Uyğun cavab kalsium. Getdik. Qələvi metallar X, Y, Z olaraq verib. Deyir, oksigenlə adi şəraitdə reaksiya məhsulları oksid, peroksid, superoksid. Oksid əmələ gətirir litium, peroksidi natrium, superoksidi də kalium. X, Y, Z istiqamətində. X, Y, Z, yəni litiumdan kaliuma doğru nələr artır? İyonlaşma enerjisi, radius artır, iyonlaşma enerjisi azalır. Reduksiyaciliyi artır. 2, 3. Uyğun cavab Y variantı. Getdik 7-ci sualda. X-in su ilə reaksiyasından deməli natrium hidroksid alınır və hidrogen çıxır. Deməli X hansı ola bilər? Natrium olar. Natriumun hidridi də olar, amma oksidindən hidrogen çıxmır. Peroksiddən də çıxmır. Deməli ki 1, 2. Uyğun cavab A variantı. 8-ci sualda qələvi metalları verib və ərimə temperaturları, kimyəvi aktivlikləri azalır. Deməli, litium, natrium, kalium şəklində yazsaq, aşağıdan yuxarıya doğru, yəni kaliumdan litiuma doğru ərimə temperaturu artır, amma aktivlikləri azalır. Deməli, indi biz necə düzək? Buradan artır istiqamət deyirsə, X, Y, Z belə yazaq da. Deməli, X kalium, natrium, o birisi Z-də bu. Uyğun cavab B variantı. Keçdik növbəti 9-cu sualda. Hansı reaksiyadan alınan oksid natrium hidroksid məhlulu ilə reaksiya daxil olmur? Məsələn, buradan P2O5 alınır. Turş oksiddir, qələvi ilə reaksiyadan duz əmələ gətirir. Sonra buradan yenə P2O5-i çıxardır, eyni qayda ilə daxil olur. Sonra buradan silisium O2-dir, qələvi ilə daxil olur. Deməli, oksiddir də. Duru ilə NO-dur, NO daxil olmur, çünki duz əmələ gətirməyən oksiddir. Elə bu olacaq cavab. Burada da karbon qazı da daxil olur. Uyğun cavab D variantı. 10-cu sualda deyir, X-i müəyyənləşdirin. Oksigenlə birbaşa reaksiyasında peroksid əmələ gətirir, natrium olacaq. Natrium peroksidin də üzərinə natrium gəndə təmiz natrium oksidin alınma reaksiyasıdır. 10-cu sualda. Keçdik. 11-ci sualda hansı reaksiyada X natrium ola bilər?
Oksigenlə reaksiyasından X2O əmələ gətirirsə bu natrium olmaz, çünki peroksid olmalıdır. XOH hidrogen ola bilər. Sink xlorid məhluluna yazıbsa, burada natrium çevriləcək natrium OH-a və hidrogen qazı çıxmalıdır. Və natrium OH-ın da sink xloridlə reaksiyasından sink xlor 2 və deməli, daha doğrusu sink hidroksid və natrium xlor alınmalıdır. Yəni, burada heç bir variantda ödənmir. 3-də getdi. X-lər natrium olarsa, H xlorla reaksiyasından natrium xlor hidrogen bu doğrudur. 2-4. Uyğun cavab D variantı. 12-ci sualda hansı reaksiyada X qələvidir? Kalsium karbitin su ilə reaksiyasından kalsium hidroksid alınır, asetilindən bu qələvidir. Sonra X-in sink O ilə reaksiyasından sink sülfat və su. Hansısa qələvi ola bilərmi burada? SO4-lər yazıb, yəqin ki SO4 turşusu olacaq burada. Deməli 2 yanlışdır. Karbonat üzərinə X gəlsə, deməli X gəlsə karbonat tutaq ki qələvi olaraq, məsəl üçün kalsium verib də, kalsium hidroksid. Kalsium hidroksid və natrium karbonat. Kalsium karbonat çöküntüsü alındığına görə reaksiya gedir. Üzü yuxarı yox, üzü aşağı olmalıydı bu. Bu reaksiya da doğrudur. Yəni o işarəni nəzərə almasaq. 1-3 uyğun cavab C variantı. Keçdik 13-cü suala. Eyni kütləli qələvi metalların su ilə tam reaksiyası nəticəsində ayrılan hidrogenin həcmi əslində 1 molundan eyni miqdarda hidrogen ayrılır. Amma eyni kütlə dediyinə görə ayırı kiçik olanı daha böyük mol miqdarda götürəcəyik. Ona görə baxaq, buradan qələmdən sıra nömrəsindən asılıq qrafiki. Məsəl üçün, litium sıra nömrəsi 3, natrium 11, kaliumda 19. İndi B-də litiumu biz 7-dir də ayrı. Burada da 23-dür, burada da 39-dur. Yəni, eyni kütləyə gətirmək üçün mən litiumu daha çox mol miqdarda götürməliyəm. Məsəl üçün, deyək ki, 5 mol, 6 mol miqdarda götürməliyəm. Amma tutaq ki, kalium 1 mol götürürüm. Təbii ki, hansının molu çoxdursa, oradan ayrılan hidrogen də daha çox olur. Ona görə sıra nömrəsi kiçik olanın ayır da kiçik olduğuna görə oradan ayrılan hidrogen də daha çoxdur. Yəni, sıra nömrə ilə tərs asılıdır, belə deyək. Burada da tərs asılılıq haradadır? B variantında özünü göstərir. Hansı reaksiyaya getmir? Fluor natrium hidroksidlə reaksiyası var, xlorun var, azotun belə bir reaksiyası yoxdur. Kükürdün də var, silisiumun da var. Deməli, uyğun cavab C variantı. Hansı reaksiyada natrium oksid alınmır? Natrium birbaşa reaksiyasından alınmır. Bizdən bunu istəyir də 2-ni götürürük. Sonra natrium peroksidin natriumdan təmiz natrium oksidinin alınma reaksiyasıdır. Buradan alınır. Natrium hidroksid parçalanmadığına görə alınmır. 2-3. Uyğun cavab Y variantı. Keçdik 16-cı sualda. Hansı mərhələ doğru deyil? Natriumun oksigenlə birbaşa reaksiyasından natrium oksid alınmaz, səhvdir. Natrium oksidin su ilə reaksiyasından natrium hidroksid və hidrogen çıxmır, bu da səhvdir. Hidrogenlə reaksiyasından natrium hidrid, su ilə də reaksiyasından qələvi və hidrogen. Deməli, 1-3 səhvdir. Uyğun cavab Y variantı. 17-ci sualda hansı reaksiyadan kalium hidroksid alınmır? Kalium oksidin su ilə reaksiyasından alınır. Barium hidroksidin kalium sülfatla barium SO4 və kalium OH reaksiya gedir və alınır. Kuprum hidroksidin kalium xlorla reaksiyasından deməli metal OH və duz reaksiyalarında əvvəldə çöküntü varsa reaksiya getmir, yəni buradan alınmayacaq. Ona görə də yalnız 3A variantı. 18-ci sualda hansı maddə su ilə adi şəraitdə bir-bir nisbətində reaksiya daxil olur? Natrium 2O və su. Deməli, buradan natrium OH. Bu 2-dir. Su ilə bunlar bir-bir nisbətindədir. Uyğun cavab 1 var. Natrium hidridin su ilə reaksiyasından buradan fərqli olacaq. Natrium OH plus H2.
Deməli, oksigen 1, hidrogen 3, 3. Elə burada da 1, 1-dir. 2-ni də götürürük. Natrium peroksidin su ilə reaksiyasından buradan da oksigen qazı çıxacaq. Natrium OH və oksigen. Deməli, natrium OH və oksigen. Natrium 2-dir. Bura 2 yazsaq. Hidrogen 2, 4 eləyir. Oksigen, onda 1, 2, pozulur. Yəni ki, 1-1 nisbəti olmur. Ona görə də uyğun cavab D variantı. Getdik. 19. Hansı reaksiyadan alınan X maddəsi suya müvəqqəti codluq verir? Suya müvəqqəti codluq verənlər karbonatlı codluq deyirdik də bunlara. Deməli, kalsium karbonatının, məsələn, buradan kalsium hidrokarbonat alınır. Bu müvəqqəti codluq verir. Deməli, 1-i götürürük. Sonra kalsium karbonatın xlorid turşusundan kalsium xlorid, artıq bu qüvvətli turşudur. Elə burada da qüvvətli turşunun duz alındığına görə bu daimi codluq verəcək, müvəqqəti yox. Deməli, yalnız 1. Uyğun cavab A variantı. 20-ci sualda X metalı adi şəraitdə su ilə reaksiyadan hidrogen qazı ayırır. Natrium hidroksidlə reaksiya daxil olmur. H3PO4 ilə tam reaksiya daxil olanda X3PO4 duz əmələ gətirir. X metalı üçün hansı ifadə doğrudur? Deməli, adi şəraitdə su ilə reaksiyasından hidrogen ayırır. Bu deməkdir ki, hidrogendən aktivdir. Amfoter olmaz. Adi şəraitdə çünki su ilə reaksiya girməyəcək. Bir valentli də ola bilər. Çünki buradan da X3PO4 əsasən də məlumdur. Natrium hidroksidlə reaksiya daxil olmur. Düzdür. Və H3PO4-lə tam reaksiya daxil olur. H3PO4-lə tam reaksiya daxil olur. Hamısı da elə 1, 3. Uyğun cavab Y variantı. 21-ci sualda qələvi metalın hidridi, yəni litium hidrid, natrium hidrid və kalium hidrid olaraq kütlələri bərabər olarsa, yenə də eyni qaydadır. Hansının ayrı kiçikdirsə, mol miqdarı da böyük olacaq və oradan ayrılan hidrogen də çox olacaq. Ona görə V2-yə uyğun gələcək litium, sonra V1, V1-ə uyğun gələcək natrium və V3 də olacaq kalium. Deyir ki, qələvi metalların bərkliyin artma ardıcıllığı ilə, deməli, litiuma doğru bərkliyi artır da. Onda Z, sonra X, sonra da Y. Z, X, Y. Görək varmı? Uyğun cavab A variantı. 22-ci sualda oksigenin bərpa reaksiyasında natrium peroksid və kalium superoksidin mol nisbəti, qabaqlı mühitdə təzyiqin dəyişməsi. Biz nə demişdik? 1-in 1-ə gedəndə dəyişmir. Deməli, buraya yazaq, dəyişmir. Sonra 1-in 2-yə nisbətində. Əgər kalium 2O4-ü çox nisbətdə götürmüşəmsə, deməli, təzyiq artacaq. Natrium 2O2-ni çox götürmüşəmsə, oksigenin sayı azdır, burada da azalacaq. Artır, dəyişmir, azalır. Uyğun cavab D variantı. 23-cü sualımızda qələvi metallar və su ilə reaksiyasının surəti. Metal nə qədər aktivdirsə, bir o qədər də sürətlə reaksiya daxil olacaq və bilirik ki, metalın deməli, reduksiya ediciliyi artdıqca onun aktivliyi də artır, yəni metallıq xüsusiyyəti artdıqca. Ona görə də bu istiqamətdə getdikcə artacaq. Amma bizə deyir azalsın, onda bu olacaq kalium, bu natrium, bu da litium. İndi qələvi metallar xassələrinin müqayisəsi hansı halda doğru verilib? Bərklik litiumda daha çoxdur, Z çoxdur, Y-dən, o da kaliumdan, bu doğrudur. Sonra ərimə temperaturu yenə eyni qayda ilə Z böyük olmalıydı, bu yanlışdır. Reduksiya ediciliyi isə X-də daha çoxdur kaliumda, yəni 3 də doğrudur. 1, 3, uyğun cavab A variantı. 24-cü sualda deməli 4 mol natrium və natrium hidrid qarışığı var. Su ilə reaksiyasından da 67,2 litr, yəni 3 mol qaz ayrılıb. İlkin qarşıda natrium mol miqdarını tapaq. Deməli, natrium və natrium hidrid, bu X mol, bu da Y mol olsun.
Bunda yazırıq ki, x plus y bərabərdir 4-ə. Sonra natriumdan 1 molundan, yəni x molundan 0,5 x qədər hidrogen, natriumda isə, hidritdə isə 1-in 1-ədir, yəni y mol hidrogen. Bunda yazıram 0,5 x plus y, bu da bərabərdir 3-ə. Və sistem təminiyə gətirəndə y-lər alt-alta gedir. Buradan qaldı 0,5 x, 4-dən də 3 çıxanda 1, x bərabər olur 2-yə. Deməli, x bərabərdir 2-yə. Bizdən də ilkin qarşıda natriumum mol sayını istəyir. Yəni, hərəsi zaten 2 olduğuna görə cavab olacaq D variantı. 25-ci sualda yenə də bu təzyiq dəyişməsidir. Yenə qayda eynidir. Baxın, bu 1, bu da 2-dir. Kalium 2, O4. Oksigeni çox olan, çox miqdarda götürülürsə, deməli təzyiq artıb. Müəyyən miqdar var idi, sonra daha da artdı. 25-də A variantı uyğundur. 26-cı sualda qələvi metalları verir və deyir ki, sıxlıq getdikcə azalır. Hansı ifadələr doğru deyil? Okey. Deməli, düzdür. Məsələn, biz götürürük ki, litiuma doğru bərklik artır. Bərklik artır, amma sıxlıq məsələsində isə sıxlıq bərkliyi ilə eyni götürülmür. Deməli, yuxarıdan aşağıya doğru sıxlıq artır kimi götürəcəkdə. Deməli, azalırsa kalium, natrium, bu da litium olacaq. Hansı ifadələr doğru deyil? Metallıq xassəsi güclənir. Metallıq xassəsi aşağıdan yuxarı Z, Y, X. Bu yanlışdır. Bizdən də yanlış istədiyinə görə 26-da birincini götürürük. Sonra ZOH, YOH, XOH istiqamında əsaslıq xassəsi güclənir. Daha qüvvətli metal daha qüvvətli əsasdır. Deməli, X, Y, kalium, natrium, litium. Bu doğrudur. Bunu götürməyəcəyik. Sonra, deməli, X2O, Y2O, Z2O. Nisbi molekul kütləsi artır. Z hansıdır? Litium əksinə azalır. Bu yanlışdır. Götürürük. Sonra bu istiqamətdə reduksiya ediciliyi artır. X-ə doğru bəli artır. Bu doğrudur. Bu istiqamətdə iyonlaşma enerjisi azalır. Deməli, Z-ə doğru sanki qrup üzrə aşağıdan yuxarıda elə bizə X, Y, Z. Deməli, bu istiqamətdə iyonlaşma enerjisi azalır, əksinə artır. Radius azalır, iyonlaşma enerjisi artır. Bu da səhvdir. Deməli, 1, 3, 5. Yanlış olanlar istədiyinə görə 1, 3, 5. Getdik 27-ci sualda. Eyler-Venn diaqramı ilə uyğunlaşdıracaq litium və kalium olaraq reaksiyaların nömrəsini maddələrə uyğun olaraq Eyler-Venn diaqramında uyğunlaşdır. Deməli, 4 moldursa X2O. Hər ikisi X2O-da, amma birbaşa reaksiyadan X2O əmələ gətirirsə, bu litiuma aiddir. XNO3 parçalananda nitrit tuzudsa, bu kaliumdur. 2 getdi bura. Sonra karbonatının parçalanması, litium parçalanır, kalium yox. Ona görə də bu kalium litiuma aiddir. Sonra su ilə reaksiyasından qələvi və hidrogen, deməli bu hər ikisinə aiddir. Duru sülfat turşusundan da hidrogen çıxardır, bu da elə hər ikisinə aiddir. 1, 3, 4, 5 və 2 uyğun olaraq. 28-ci sualda, deməli uyğunluğu müəyyənləşdirin, yenə litium, natrium, kalium istiqamətinə verib. Deməli, xassələrinə uyğun, onda 1, 2, 3 buradan biz özümüz yazaq. 1, 2, 3 olaraq. Nitratların parçalanmasından NO2 alınır, nitratından. Bu litiuma aiddir. A variantı. Xloridindən gübrə kimi istifadə olunur. Xloridindən, bu kalium xlordur da, yəqin ki, natrium xlor, çünki konservləşmədə istifadə olunur, amma gübrə kimi yox. Deməli, B variantı, silvin. Azotla adi şəraitdə reaksiyaya girir. Azotla adi şəraitdə bu litiumdur. Deməli, C-ni də elə A-nın yanına. Sonra sənayedə hidrometallurgiya üsulu ilə alınır. Hidrometallurgiya, yəni hidrogen vasitəsilə oksidindən reduksiya olunur. Burada aktiv metalların heç birini bu üsuldan almaq olmur. Bu getdi. Heç birinə aid deyil. Oksigen artığında peroksid. Peroksid natriuma aiddir. Y-də bura. A, C, Y və B.
Və getdik 29-cu sual. Bu artıq sonuncu sualımızdır. Deməli, maddəmiz natrium hidrokarbonat, hansıların adı doğru verilib? Aha, çay sodasıdır, doğru ifadədir. Natrium karbonat susuzlaşdırılmış soda, bu yanlışdır. Təbii gips, deməli, təbii gips kalsium soda tozunun 2 molekülasudur, bu alivastırdır. Pirit doğrudur. Sonra bu da malaxitdir, bu da doğrudur. 1, 4, 5. 1, 4, 5. Bu da doğru variantlardır.